Ömür insana bir dəfə verilir. İnsanın dəyəri nə qədərdir, nə qədər qiymət verir öz həyatına, bir o qədər insan dəyərlidir. Ömür doğulduğun gündən öldüyün günə qədərdir. Bu müvəqqəti zaman kəsiyində biz əbədiyyət qazanmalıyıq. Bir gün gələcək, Allah qarşısında dayanacaq, hər anımızın hesabını aparacaq bizlə. Hədisdə var, bir addım cənnətə tərəf deyəcəklər olmaz. Bir addım cənnətə tərəf. Elə bilir, asan məsələdir. Öldü, getdi. Bir addım icazə verməyəcəklər cənnətə tərəf getməyə. Gəl zamanını nəyə sərf elədin? Haqq hesabını ver. Elə bil ki, sənə sərmayə verib, indi şərikdir səndən, oturub hesabat aparır. Gəl mənə hesabat ver ki, hara xərclədin bunu, hara sərf elədin. Qiyamətdə ən çox heyfsləndiyimiz şey bizim zamanımız olacaq. Nə qədər mən desəm bilirəm başa düşməyəcək. Çünki özüm başa düşməmişəm axı, necə başa salım.